İkinci hissə. Fəth. İlk günlər siqaret alan Portuqaliya ilə qarşılaşmamaq üçün evdən erkən çıxır, hətta yolun digər tərəfi ilə getməyə çalışır, evləri bir-birindən ayıran ağacların kölgəsində gizlənirdim. Rio San Paulo yoluna çatan kimi qarşı tərəfə keçir, ayaqqabılarım əlimdə, demək olar fabrikin divarına yapışaraq yola davam edirdim. Bütün bu tədbirlər bir neçə gün sonra mənasını itirdi. Küçənin yaddaşı zəif olur. Bir müddət sonra artıq kimsə Don Paulo'nun oğlunun dəcəlliyini xatırlamırdı. Sadəcə günahkarı müəyyənləşdirmək lazım olanda əlləri ilə məni göstərirdilər. Bunu edən Don Paulo'nun oğlu idi. Bunu edən Don Paulo'nun nadinc oğlu idi. Don Paulo'nun o məşhur oğlunun işidir. Bir dəfə də dəhşətli bir şey etdilər. Bangu komandası Andarai komandasına məğlub olanda belə lağlağı etdilər. Amma Don Paulo'nun oğlu ilə müqayisədə Bangu komandası daha çox payını aldı. Bəzən yol ayrıcında o zəhləm getmiş maşın gözümə dəyirdi. O zaman böyüyəndə öldürəcəyim Portuqaliyalı ilə rastlaşmamaq üçün yolumu dəyişirdim. Bəli, dünyada ən gözəl avtomobilə sahib olan o heyvanı görməyim deyə addımlarım yavaşıdırdı. Elə o günlərdə Portuqaliyalı bir müddət ortalıqda görünmədi. Çox rahat idim. Şübhəsiz uzaqlara, bəlkə də tətilə getmişdi. Məktəbə gedəndə artıq daha ürəkli olurdum. Hətta gələcəkdə onu öldürməyə ehtiyac olub-olmadığı barədə düşünməyə başlamışdım. Bir şeyə əmin idim. Onun üçündən daha iddiasız bir maşının arxasına atlananda artıq eyni həyəcanı hiss etmirdim. Üstəlik qulaqlarım yanmağa başlayırdı. Küçənin və adamların həyatı isə öz axarında davam edirdi. Çərpələngin və başqa küçə oyunlarının mövsümü gəlmişdi. Gündüzlər mavi səma rəngbərəng ulduzlarla dolurdu. Külək mövsümü gələndə Mingunyada bir qədər uzaqlaşırdım. Ancaq yaşlıca kötəklənəndə və cəzalandırılandan sonra onun yanına gedirdim. Heç vaxt qaçmağa çalışmırdım. Çünki 2 dəfə döyülmək adamı lap pis incidirdi. Belə hallarda Kral Luisi şirin portağal fidanını bəzəməyə, daha doğrusu qızıl qoşqularını taxmağa bu ifadəni çox sevirdim, aparırdım. Çiçələ xeyli böyümüşdü. Tezliklə çiçək açıb meyvə verəcəkdi. Digər portağal ağaclar gecikmişdi. Mənim şirin portağal ağacım Edmundo dayımın dediyi kimi erkən inkişaf edirdi. Daha sonra o bunun nə demək olduğunu mənə başa saldı. Bir şey başqa bir şeyə görə nisbətən tez baş verir. Əslində bu mövzunu elə də yaxşı izah edə bilməmişdi. O məsələnin nəyə isə qabaqlamaqla bağlı olduğunu demək istəyirdi. Bu zaman mən ip parçaları, sap qırıntıları tapır, limonad şüşələrinin qapaqlarını deşib, bunlardan keçir və Mingunyaya qoşqu taxırdım. Onun necə gözəl olduğunu görmək lazım idi. Külək əsəndə limonad şüşəsinin qabaqları bir-birinə dəyirdi. Elə bil Fred Thompson ay işığını mahmızlayırdı. Xalq məktəbində hər şey öz qaydasında davam edirdi. Bütün milli marşları əzbər bilirdim. Əsas marşı, digər bayraq marşları və azadlıq milli marşını. Azadlıq qanadlarını aç ölkəmizə. Ən çox bunu sevirdim. Tom Mixin də belə fikirləşdiyini zənn edirdim. Ata minib ovladığımız ya da müharibədə döyüşdüyümüz zaman ehtiramla deyirdi. Buyur Pinaş döyüşçüsü, azadlıq marşını söylə. Uçsuz bucaqsız düzənliyi dolduran nazik səsim çərşənbə axşamları Don Ariovaldo ilə oxuduğumda daha gözəl çıxırdı. Çərşənbə axşamları həmişəki kimi məktəbdən qaçıb dostum Ariovaldonu gətirənə qədər qatarı gözləyirdim. Əlində bir qədər sonra satacağımız mahnı sözləri bukletləri ilə pilləkəndən düşdüyünü görürdüm. Ehtiyat üçün yanında 2 dolu çanta daşıyırdı. Demək olar, həmişə hamısını satılır və ikimiz də çox sevinirdik. Tənəffüsdə vaxt tapan kimi məktəbin bağçasında balaca şüşə kürələrlə oynayırdıq. Mən bu işin çempionu sayılırdım. Atdığımı vururdum. Çox vaxt çantamdakı kürələrdən 3 qat artığını qazanırdım. Mənə ən çox təsir edən isə müəllimim Donna Cecilia Payımla münasibətimdir. Ona küçədə uşaqların ən yaramazı olduğumu desələr, hamıdan çox söyürdüyümü söyləsələr də inanmazdı. Və cəllikdə kimsənin mənə çata bilməyəcəyini lap sübut da eləsələr, əsla qulaq asmazdım. Məktəbdə mən bir mələk idim. Kimsə məni tənbih etməzdi. Müəllimlərin bir günə qədər gördüyü ən balaca şagird kimi hamının sevimlisinə çevrilmişdim. Donna Cecilia yoxsul olduğumuzu bilirdi. Yemək saatında məndən başqa hamının nəsə yediyini görəndə kədərlənir və məni bir kənara çəkib şinyat mağazasından kremli pirojna almağa göndərirdi. Məni o qədər sevirdi ki,
Onu məyus etməmək üçün özümü yaxşı aparırdım. Elə o əsnada başıma bir iş gəldi. Həmişəki kimi Rio-San Paulo yolunda asta-asta gəzirdim. Bir anda Portuqaliyanın iri maşını yavaşca yanımdan keçdi. 3 dəfə siqnal verdi. Canavarın gülümsəyərək mənə baxdığını gördüm. Bu nifrət hissimi və böyüyüb onu öldürmək istəyimi yenidən oyatdı. Özümə ələ aldım. Onu görməməzliyə vurub qürurla keçib getdim. Sənə dediyim kimi oldu, Mingunyu. Hər gün eyni hal, sanki keçməyimi gözləyir və o an başlayır siqnal verməyə. 3 dəfə siqnal verir, dünən əli ilə nəsə işarə elədi. Bəs sən nə edirsən? Vecimə dalmıram, görməməzliyə vururam. Məndən qorxmağa başlayır. Birazdan 6 yaşım tamam olacaq. Böyük adam olmağıma da bir şey qalmayıb. Bəlkə səndən qorxduğu üçün dostlaşmaq istəyir. Gözlə, gedim yeşik gətirim. Mingunyu çox böyümüşdü. Yəhərə qalxmaq üçün yerə yeşik qoyub üstünə çıxmalı olurdum. Bax belə, indi söhbət eləyə bilərik. Yuxarıda özümü bütün dünyanın kralı kimi hiss edirdim. Mənzərəyə, çaydakı ot topalarına, onların üzərinə qonub ətrafını dimdikləyən payız bülbülü ilə başqa quşlara baxırdım. Axşam hava qaralan kimi başqa bir Luciano, 2 Afonsos sahəsində olan təyyarə kimi başımın üstündə dövrə vururdu. Əvvəlcə Mingunya yarasıdan qorxmadığıma təəccübləndi. Çünki demək olar, bütün uşaqlar yarasadan qorxurdular. Neçə vaxtı Luciano ortalıqda yox idi. Hər halda özünə başqa bir 2 Afonsos sahəsi tapmışdım. Gördünmü Mingunyu, Qarı Yevgeniyanın bağındakı meyvələr saralmağa başlayıb. Dərmək vaxtıdır. Bir məsələ var ki, arvad məni tuta bilmir. Bu gün düz 3 dəfə döyülmüşəm. Elə cəzalandığıma görə bura gəlmişəm. Lakin şeytan məni yoldan çıxardıb hasara tərəf itələdi. Hasarın o özündə ağaclar vardı. Axşam küləyə burnuma meyvə qoxusu gətirdi. Ya da mənə elə gəlirdi. Bax, budaq bu tərəfə əyilib. Səsküy salmaq olmaz. Şeytan isə dayanmadan qulağıma pıçıldayırdı. Cəld ol, axmaq, görmürsən, heç kəs yoxdur. Ev sahibisi yaponların dükanına gedib. Bəs Don Benedikto, o heç təhlükəli deyil demək olar. Kordur. Onsuz da heç nə görmür. Lap səni eşitsə də qaça biləcəksən. Çaya qədər uzanan çəpərə nəzər salıb qərarımı verdim. Hərəkətə keçməkdən əvvəl Mingunyaya işarə elədim ki, səsküyü salmasın. Ürəyim yaman döyünürdü. Qarı Yevgeniya ilə zarafat eləmək olmazdı. Çox zəhərli dili vardı. Nəfəs almadan barmaqlarımın ucunda addımlayırdım ki, mətbəxin pəncərəsindən çığırtısı gəldi. Nə edirsən ay uşaq? Yalandan da olsa topum bura düşüb, ona görə gəlmişəm deyə bilmədim. Dabanıma tüpürüb yıxıla dura çayı keçdim. Amma orada məni başqa təhlükə gözləyirmiş. Hiss etdiyim ağrıdan az qala qışqıracaqdım. Amma qışqırsam 2 dəfə çox döyüləcəkdim. Birincisi verilən cəzaya əməl etmədiyim üçün, ikincisi qonşunun bağına meyvə oğurluğuna getdiyim və bu zaman sol ayağıma şüşə batdığı üçün. Ağrıdan başımı hərlənə-hərlənə şüşə qırığın ayağımdan çıxarmağa çalışır, zəif səslə inildəyir, hiss edirdim ki, qanım çayın çirkli suyuna qarışır. İndi nə olacaqdı? Şüşə qırıntısını çıxarda bildim. Gözlərim yaşla dolmuşdu, amma qanı necə dayandıracağımı bilmirdim. Ağrını azaltmaq üçün bütün gücümlə topuğumu sıxırdım, dözməliydim. Bir qədər sonra hava qaralacaq, gecə düşən kimi atam, anam və Lala evə qayıdacaqdılar. Hansı məni yaxalasa mütləq döyəcəkdim. Bəlkə də növbə ilə döyərdilər. Səndələyə-səndələyə təpəyə çıxdım. Tək ayaqla gedib şirin portağal fidanımın altında oturdum. Hələ də bərk ağrı hiss edirdim, amma artıq qusmaq istəmirdim. Bax, Mingunyu dedim. Baxan kimi dəhşəti gəldi. O da mənim kimi idi, qana baxa bilmirdi. Nə etmək olar, aman tanrım, deyə deyindi. Fikirləşdim ki, Totoka mənə kömək edə bilər. Amma kim bilir, indi harada veillənir. Ağlıma Gloria gəldi. Mətbəxdə olmalı idi. Bu qədər çox döyülməyimə qarşı çıxan bir nəfər vardısa, o da Gloria idi. Bəlkə də qulaqlarımı çəkəcək, ya da yeni bir cəza verəcəkdi, amma başqa yolum yox idi. Gloria'nın ürəyini ələ almaq üçün yollar düşünərək mətbəxin qapısına qədər süründüm. Dəsmalın kənarlarını tikirdi. Yazıq görkəm alıb oturdum. Bu dəfə Tanrı köməyimə gəldi. Gloria gördü ki, başımı aşağı salıb dayanmışam. Cəzalı olduğuma görə heç nə demədi. Gözlərim yaşla dolmuşdu, hıçqırırdım. Gloria nəzərlərini üzərimdə gəzdirdi, əlindəki işi bir kənara qoydu, tərpənmirdi. Nə olub sizi? Heç nə, Godoya. Niyə heç kim məni sevmir? Çox yaramazsan. Bu gün 3 dəfə döyülmüşəm, Gloria. Üçünə də layiq deyildimmi?
Onu soruşma. Görünür heç kim məni sevmir. Hamı bəhanə axtarır ki, döysün. Gloria'nın 15 yaşlı ürəyi yumşalmağa başlamışdı. Bunu hiss edirdim. Məncə ən doğrusu odur ki, özümü Rio San Paulo yolunda bir maşının altına atım. Bunu deyərkən gözlərimdən sel kimi yaş axmağa başladı. Boş-boş danışma Zezi, səni çox sevirəm. Yox, sevmirsən. Sevsəydin qoymazdım bu gün məni bir də döysünlər. Daha demək olar gecə düşüb. Bu gün yaramazlıq eləməyə vaxtın olmayacaq. Amma artıq eləmişəm. İşini bir kənara qoyub yanıma gəldi. Ayağımın ətrafındakı qanı görəndə az qaldı qışqıra. Aman tanrım, qum, nə olub sənə? Onu öz tərəfimə çəkə bilmişdim. Mənə qum deməyə qurtuluşum demək idi. Kiçik bədənimi qollar arasına alıb kətildə utusturdum. Cəld gedib bir ləyən duzlu su gətirdi, qarşımda diz çökdü. Zezi, bu səni çox incidəcək. Onsuz da çox incidir. Tanrım, aman tanrım. Ayağını demək olar 3 barmaq dərinliyində yarımsan. Zezi, neynəmsin axı? Nə olar, heç kimi demə Godoya. Söz verirəm, özümü yaxşı aparacağam. Qoyma məni döysünlər. Yaxşı, yaxşı. Heç kimə heç nə demərəm. Amma necə edək? Hamı görəcək ki, ayağında sarıq var. Sabah məktəbə də gedə bilməyəcəksən. Əvvəl-axır biləcəklər. Məktəbə gedəcəyim. Dalana qədər çəkilişlərimi geyinərəm. Sonrası asandır. Gir yatağına, ayaqlarını uzatmalısan, yoxsa sabah heç gəzə bilməzsən. Tullana-tullana yatağa qədər getməyimi kömək elədim. Nə qədər ki, hamı yığışmayıb, gedim səni yeməyə bir şey gətirim. Əlində yeməklə geri qaydanda onu öpməyə bilməzdim. Bu nadir hallarda edirdim. Hamı axşam yeməyini yığışanda anam gördü ki, yoxam. Sizə hardadır? Yatdı, başı ağrıyır. Heyranlıqla söhbəti dinləyirdim. Bu mənə yaramın ağrısını belə unutdururdu. Bu əsnada Gloria məni müdafiəyə keçməyə qərar verdi. Həm məyus, həm də ittiham edici bir səslə dilləndi. Hamı dayanmadan bu uşağı döyür. Bu gün döyülməkdən canı çıxıb. Bir gündə 3 dəfə döyülmək olar. Quldurdusa nə edək bəs? Yalnız döyüləndə sakitləşir. Nədir? Güya sən onu heç döyməmsən? Demə olar heç döymürəm. Bəzən sadəcə qulağını çəkirəm. Səssizlik çökdü. Gloria məni müdafiə etməyə davam edirdi. Heç ağlınıza gətirirsinizmi, onu hələ 6 yaşı belə yoxdur? Bəlkə dözülməz uşaqdır, amma hələ çox balacadır. Bu söhbət məni sevindirirdi. Gloria narahat məni geyindirirdi. Başmaqlara zorla ayaqlarımı keçirtdi. Gəzə biləcəksən? Gəzəcəm. Rio San Paulo yolunda yaramazlıq etməzsən ki? Yox, heç nə etməyəcəm. Dediklərin doğru idi. Deyirdi nə? Maşının altına. Yox, heç kim məni sevmədiyini düşündüyüm üçün özümü bədbəxt hiss etmişdim. Sarı qıvrım saçımı oxşayıb məni yola saldı. Magistral yola qədər çətinlik çəkəcəyimi düşünürdüm. Ayaqqabılarımı çıxardanda ağrı azalacaqdı. Amma ayağımı yerə basanla fabrikin divarına söykənərək yavaş-yavaş addımlamağa məcbur oldum. Belə necə gedəcəkdim? Hər şey elə həmin an oldu. 3 dəfə siqnal verildi. Əclaf. Ağrıdan ölməyim azmış kimi bir də bu gəlib mənimlə əylənirdi. Maşını yanımda saxladı, əyilib soruşdu. Hey, cırtdan, ayağın ağrıyır? Bunun heç kimə dəxli olmadığını söyləmək istədim. Ancaq mənə yaramaz demədiyi üçün cavab verməyib irəliləməyə davam etdim. Haradasa 5 metr yol getdim. Maşını yenidən işə salıb mənə satdı və az qala divara dəyəcək şəkildə yolumu kəsərək dayandı. Qapını açıb indi. Çox hündür idi deyə mənə yuxarıdan aşağı baxırdı. Çox mu ağrıyır cırtdan? Səni döyən adamın belə şirin dostcasına danışması mümkün deyil. Yanıma yaxınlaşdı. Heç gözləmədiyim halda o iri bədəni ilə qarşımda diz çökdü. Gözlərimin içinə baxdı. Üzündəki təbəssüm sanki sevgi ilə dolu idi. Görünür möhkəm yaralanmısan. Nə baş verib? Cavab verməzdən əvvəl burnumu çəkdim. Ayağıma şüşə batıb. Yara dərindir. Dərinliyini barmaqlarımla göstərdim. Demək ciddi məsələdir. Bəs niyə evdə qalmadın? Yəqin məktəbə gedirsən, hə? Evdə ayağımı kəsdiyimi bilmirlər. Başa düşsəydilər bunu bir də etməyim deyə məni yenə döyəcəkdilər. Gəl səni aparım. Xeyr, təşəkkür edirəm cənab. Niyə axı? Məktəbdə hamı aramızda olanları bilir, amma bu vəziyyətdə gedə bilməzsən. Doğru söylədiyini qəbul etdim. Qürurumun parça-parça dağıldığını hiss edərək başımı əydim. Çənəmdən tutub başımı qaldırdı. O hadisəni unudaq. Heç avtomobilə minmisən? Xeyr, cənab, heç vaxt. Elə isə gəl. Gələ bilmərəm, biz düşmənik. Dəxli yoxdur, mən artıq unutdum. Utanırsansa məktəbə çatmamış səni düşürdərəm. Danışdıq?
Necə kövrəlmişdimsə, cavab da vermədim. Başımın işarəsi ilə razılığımı bildirdim. Məni qucaqlayıb qaldırdı. Qapını açdı. Yavaşca oturacağın üstünə qoydu. Sonra keçib öz yerində oturdu. Mühərriyi işə salmazdan əvvəl mənə baxıb gülümsədi. Belə daha yaxşıdır, düzdür? Maşını sürüşə-sürüşə irəlilədiyini hiss etmək qeyri-adi bir şey idi. Gözlərimi yumub xəyala daldım. Bu Fred Thompson'ın ay işığı altında daha şirin, daha xoş idi. Lakin təəssüf, bu çox çəkmədi. Gözlərimi açanda məktəbə çatmışdıq. Uşaqlar əsas qapıdan içəri girirdilər. Oturacaqdan aşağı sürüşüb gizləndim. Qəzəbli şəkildə. Bəs demişdiniz, məktəbə çatmamış düşəcəyəm, dedim. Fikrimi dəyişdim. Bu ayaq belə qala bilməz, infeksiya düşə bilər, dedi. Bu qəribə sözün nə demək olduğunu belə soruşmadım. Getmək istəmədiyimi deməyimdə mənasız olduğunu bilirdim. Avtomobil kotteclər küçəsinə döndü və mən yenidən oturacaqda oturdum. Cəsarətli oğlana oxşayırsan. İndi görərik doğrudan cəsarətlisən, ya yox. Əczaxananın qarşısında durdu. Məni qucağına götürüb içəri apardı. Həkim Aduakto Lusbu bizi qarşılayanda dəhşətə gəldim. O fabrik işçilərin həkimi idi. Atamı da yaxşı tanıyırdı. Mənə baxıb heç gözləmədiyim bir sual verəndə lap çox qorxdum. San Paulo Vasconcelos'un oğlusan, elə deyilmi? Atan iş tapdı mı? Portuqaliyadan utansam da cavab verməli oldum. Gözləyir. Ona çox yerdən söz veriblər, dedim. Lap yaxşı, indi isə gəl yarana baxım. Görək nə var. Yaraya yapışmış binti açıb vəziyyətin yaxşı olmadığını bildirəcək şəkildə etdi. Dodaqlarım titrməyə başladı, amma Portuqaliyalı köməyimə gəldi. Məni ağ mələfi ilə örtülü bir masada oturtdular. Ortaya xeyli alət çıxdı. Titrəyirdim. Portuqaliyalı çiyinlərimi bərk-bərk, amma sevgi ilə tutub kürəyimi sinəsinə sıxanda titrəməyim kəsdi. Çox incitməyəcək. Həkim qurtaran gün səni limonadla peçini yeməyə aparacam. Ağlamasan içində artist şəkilləri çıxan konfetlər də alacam. Bu sözləri eşidib bütün cəsarətimi topladım. Göz yaşımı saxlaya bilmirdim, amma etiraz da etmirdim. Yaranı tirdilər, bir də peyvənd vurdular. Qusmağımı da saxlaya bildim. Portuqaliyalı ağrımı azca azaltmaq üçün məni sinəsinə sıxır, tərdən islanan saçımı üzümə yaylığı ilə silirdi. Elə bilirdim bu proses heç dayanmayacaq. Nəhayət hər şey qurtardı. Məni maşına aparanda hiss elədim ki, işin nəticəsində razı qalıb. Verdiyi bütün sözləri yerinə yetirdi. Nə demişdisə aldı. Ancaq ürəyim heç nə istəmirdi. Sanki ruhumu ayağımdan çıxardıb aparmışdılar. Bu halda məktəbə gedə bilməzsən, cırtdan. Avtomobildəydi. Ona elə yaxın oturmuşdum ki, dirsəyi mənə dəyirdi. Hərəkətlərinə mane olurdum. Səni evə aparım, bir şey uydurarsan. Deyərsən məktəbin bağçasında ayağını kəsmisən. Müəllim də səni əczaxanaya göndərib. Ona minnətdarlıqla baxırdım. Sən mərd uşaqsan, cırtdan, dedi. Ona təbəssümlə baxdım, amma içimdə bir ağrı vardı. İçimdə bir şey də vardı. Ağrıdan daha vacib. Portuqaliyalı yer üzündə ən çox sevdiyim insana çevrilmişdi. 3-cü hissə. Əhəmiyyətsiz söhbətlər. Ay Mingunyu, xəbərim var. Hər şeyi öyrəndim, hər şeyi. O, Baron Kapanem küçəsinin o başında yaşayır. Maşını evinin qabağında saxlayır. 2 quş qəfəsi var. Birində sarı bülbül bəsləyir, o birində tutuquşu. O gün erkəndən heç nədən xəbərim yoxmuş kimi boyaqçı qutumu götürüb ora getdim. Onu elə tapmaq istəyirdim ki, heç qutunun ağırlığını da hiss etmədim. Çöldən evə yaxşı-yaxşı baxdım. Tək başına yaşayan adam üçün çox böyük ev idi. Çəkmə boyadan, çəkmə boyayıram. Üzü köpüklü-köpüklü qapıya yaxınlaşdı. Üzünün bir tərəfini təraş etmişdi, gülümsəyərək. Aha, ağcaqanad, sənsən? Gəl içəri, dedi. Arxasınca getdim. Gözlə, indi işimi qurtarıram. Ülgücün xırt-xırt-xırt səsi də eşidilirdi. Böyüyəndə mənim də elə saqqalım olacaq. Əladır. Boyama qutumun üstündə oturub gözlədim. Güzgüdən mənə baxdı. Bu gün məktəb yoxdur, bu gün milli bayramdır. Ona görə də biraz pul qazanmaq üçün ayaqqabı boyamağa çıxmışam. Nə danışırsan? Üzünü təraş etməyə davam etdi. Sonra əyilib üzünü yudu. Dəsmalla silindi. Yanaqları qıpqırmızı olub par-par parıldayırdı. Gülməyə başladı. Mənimlə qəhvə içərsənmi? Ağlımdan bəli cavabı keçsə də xeyr, dedim. Gəl, kaş görəydin oralar necə tərtəmiz, necə səliqəli idim. Hətta masanın üzərində dama-dama qırmızı süfrə də vardı. Qəhvə fincanları da bizimkilərdən deyildi. Dediyinə görə o işə getdikdən sonra yaşlı bir qadın gəlib evi səliqəyə salır.
İstəyərsən mənim kimi et. Çörəyi qəhvəyə batır, ancaq yavaş-yavaş iç. Qurtuldatma. Belə yaxşıdır. Moa Mingunyoya baxdım. Mısmırığını sallayıb durmuşdu. Sənə nə oldu? Heç nə, qulaq asıram da. Mingunyo, bilirsən nə var? Mən dava eləməyi xoşlamıram. Nədən sən incimsənsə de, işimi bilim. Portuqaliyadan başqa heç kimlə maraqlanmırsan. Bu da mənim xətrimə dəyir. Dayanıb fikrə getdim. Əslində haqlı idi. Bu söhbətin ona maraqlı olmaya biləcəyini fikirləşməmişdim. Mövzunu dəyişməyə çalışdım. 2 gün sonra Buck Jones'la görüşəcəyik. Qəbilə başçısı oturan buğa vasitəsilə ona xəbərə göndərmişəm. Buck Jones çox uzaqlara, savannaya ova gedib. Mingunyo hansı düzdür? Savannaya yoxsa savanna? Bir filmdə sonunda hı deyilirdi, amma dəqiq bilmirəm. Gərək Dindinyagilə gedəndə Edmundo dayıdan soruşam. Yenə sükut. Nə deyirdim? Qəhvəni çörəyinə batırdığını. Qəhvəni çörəyə batırmaq yox, ay kütbeyin. Tərsinə söyləyirsən. Hə, səsimi heç çıxarmadan orada oturmuşdum. O da gözlərini mənə dikib baxırdı. Nəhayət harada yaşadığımı öyrəndin dedi. Çox narahat idim. Ona düzünü demək qərarına gəldim. Sizə bir şey desəm hirslənərsinizmi? Yox, dostlar arasında sir olmamalıdır. Bura çəkmə boyamağa gəlməmişdim. Bilirəm, ancaq çox istəyirdim gəlim. Buralar çox tozlu olur. Heç kim ayaqqabısını boyatmır. Bunu ancaq Rio San Paulo yolunda yaşayanlar edirlər. Bütün bunları özünə yük eləmədən də gələ bilərdin axı, elə deyil. Boyaqçı qutunu götürməsəm evdən icazə verməzlər. O zaman evin yaxınlığında dolaşmalı və tez-tez evə dəyməli olacaqdım. Başa düşürsünüzmü? Uzağa gedəndə özümü işə gedən adam kimi aparmalıyam. Ağıllı fikirlərim onu güldürdü. Evdəkilər bilirlər ki, iş dalınca gedəndə dəcəllik eləmirəm. Bu daha yaxşıdır, heç olmasa döyülmürəm. O qədər də nadinc olduğuna inanmıram. Çox ciddiləşdim. Heç nəyə yaramıram, çox pis uşağam. Milad günü mənim üçün bir İsa deyil, bir şeytan doğulur. Heç bir hədiyyə almıram. Baş bəlasıyam. Balaca baş bəlası, bir iblis. O gün bacılarımdan biri dedi ki, mənim kimi pis uşaq əslində gərək doğulmayaydı. Heyrət içində başını qaşıdı. Bax, bu həftə 3 dəfə döyülmüşəm deyə davam etdim. Həm də necə? Hətta etmədiyim şeylərə görə də döyülürəm. Hər şeydə məni günahkar bilirlər. Artıq məni döymək vərdiş halına gəlib. Yaxşı, nə edirsən ki belə? Bütün bunlar hər halda şeytan əməlidir. Ağlıma nə gəldi eləyirəm. Bu həftə Qara Yevgeniyanın çəpərini yandırdım. Donna Kordelyaya cəmaatın içində bağıra-bağıra topal ördək etdim. Arvad elə bil dəli oldu. Parça topu təpi ilə vurdum. Gedib Don Narsisanın pəncərəsində içəri girib böyük güzrüsünü sındırdı. Sapan atıb 3 lampa qırmışam. Don Abelin oğlunun başına daş vurmuşam. Bəsdir, bəsdir. Güldüyünü gizlətmək üçün əli ilə ağzını tutmuşdu. Hələ harasıdır? Donna Tentana'nın əkdiyi bütün şitirləri qopartmışam. Donna Rosena'nın pişiyi isə şüşə kürü uddurmuşam. Bax, buna etiraz edirəm. Heyvanları incitmək olmaz. Amma böyük kürə deyildi, bax balaca idi. Pişiyə heyvanlar üçün işlətmə dərmanı verdilər. Kürə çıxdı, lakin kürəni özümə qaytarmaq əvəzinə çox pis döydülər. Ən dəhşətlisi isə yatdığım yerdə atamın çəkəliyi götürüb məni döyməsi idi. Onda səbəbini də bilmirdim. Nə olmuşdu ki? Bir dəstə uşaqla kinoya getmişdik. Ən ucuz yer olduğunu üçün artırmaya çıxmışdıq. Sonra şeyim gəldi. O da, anlarsınızmı? Gedib divarın küncünü elədim. Yerdə kiçik bir göl yarandı. Çölə çıxıb filmin bir hissəsini ötürmək ağılsızlıq olardı. Amma uşaqları bilirsiniz, biri işəyərsə o birilərinki də gəlir. Hamı o küncə elədi. Nəticədə çay əmələ gəldi. Çay. Hamı xəbər tutdu. Sonrası bildiyiniz kimi. Cənab Paulonun oğlunun işidir. Axşam kinoteatrın sahibi hər halda hadisəni atamın ovcuna qoyub. Bu da atamın xoşuna gəlməyib. İndi 1 il Bango kinoteatrını getməyə qadağan edə bilər. Yəni ağlım başıma gələnə qədər. Bütün cəhdlərimə baxmayaraq Mingunyonun qaş qabağı açılmırdı. Qulaq as Mingunyo, qaş qabağını tökmə. O mənim ən yaxın dostumdur. Bax, Louis bacı qardaşlarının arasında mübahisəsiz kral olduğu kimi, sən də bütün ağacların mübahisəsiz kralsan. Hə, xəbərin olsun. İnsanın ürəyi o qədər böyükdür ki, bütün sevdiklərini bir yerə yığa bilir. Sükut çökdü. Mingunyo, bilirsən nə var? Gedirəm şüşə kürələrlə oynayım. Bu gün çox maraqsızsan. Əvvəlcə bu bir sir idi. Çünki məni döyən bir adamla eyni avtomobildə görünməkdən utanırdım.
Bir müddət belə davam etdi. Axı sir saxlamağın özcə ləzzəti var. Portuqaliyalı da bu baxımdan bütün istəklərimi yerinə yetirirdi. And içmişdi ki, dostluğumuzdan heç kəs xəbər tutmayacaq. Birincisi, o istəmirdi ki, başqa uşaqları da avtomobilinə mindirsin. Ona görə istənilən tanışımı, hətta Totokanda küçədə görəndə əyilirdim ki, məni görməsin. İkincisi, bir-birimizə danışacağımız o qədər şey vardı ki, istəmirdiyi söhbət vaxtı kimsə bizi narahat eləsin. Anam, heç görməmsinizmi? Uca boydur, əsl hindu qızıdır. Bizim evdə hamı yarı hindudur. Bəs sənin dərin necə belə ağ olub? Özün sarışın, saçların da sapsarı. Bir tərəfin Portuqaliyalıdır. Anam hindudur. Çox qarayanızdır. Dümdüz saçları var. Təkcə Gloria ilə mən sarı pişik doğulmuşuq. Anam evi dolandırmaq üçün ingilislərin fabrikində işləyir. O gün hansısa yeşiyi qaldıranda çox pis sancılanıb, həkimə gedib. Qarnında yırtıq əmələ gəldiyi üçün həkim ona korset verib. Anam mənimlə çox yaxşı davranır. Döymək istəyəndə də bağçadan kiçik budaqları qopardıb təkcə ayaqlarıma vurur. Çox ağır bir həyatı var. İşdən evə gələndə danışmağa da hey olmur. Maşın gedir, mən boşboğazlıq edirdim. Böyük bacım qəribə qızdır. O qədər heyranı var ki, anam onu bizimlə gəzməyə göndərəndə tapşırır ki, öz küçəmizdən uzaqlaşmasın. Çünki heyranlarından biri dalanda olur. O da başqa yolla gedir. Görürük, orada da başqa heyranı gözləyir. Bütün günü onlara məktub yazır deyə qələm də çatdırmaq olmur. Çatmışdıq, bazarın yaxınlığındaydıq. O maşını həmişəki yerdə saxladı. Sabaha qədər cırtdan. Bilirdi ki, mütləq bir bəhanə tapıb həmin yerə gələcəyim. Birlikdə limonat içəcəyik. Ona artist şəkilləri də aldıracağam. Mən hətta onun boş vaxtlarını da bilirdim. Bu oyun bir aydan çox davam etdi. Milad bayramındakı hadisələri danışanda çox kədərlənmişdi. Belə hiss keçirəcəyi ağlıma da gəlməzdi. Gözləri yaşla doldu. Saçımı oxşayıb dedi ki, söz verirəm, bir də bayramda hədiyyəsiz qalmayacaqsam. Günlər sakit, həm də çox xoşbəxt keçirdi. Evdəkilər məndəki dəyişikliyi hiss eləməyə başlamışlar. Əvvəlki qədər nadinclik etmir, bağçanın ən uzaq küncündəki köhnə yerimdə vaxt keçirirdim. Doğrusu şeytan bəzən xoş niyyətimi pozurdu, amma əvvəlki qədər söyüş söymür, qonşuları incitmirdim. Fürsət tapdıqca məni gəzintiyə aparırdı. Bu gəzintilərdən birində maşını saxlayıb təbəssümlə soruşdu. Maşınımızda gəzmək doğrudan da xoşuna gəlir. Bu həm də mənim maşınımdır, bəyəm. Mənim hər şeyim həm də sənindir. İki böyük dost arasında olduğu kimi. Uçmağa qanadım yox idi. Kaş hamıya deyə biləydim ki, dünyanın ən gözəl maşınının yarısı mənimdir. Yəni, biz artıq əsl dostuq? Bəli, səndən bir şey soruşa bilərəmmi? Əlbəttə, cənab. Hələ də tez böyüyüb məni öldürmək istəyirsən? Xeyr, heç vaxt eləmərəm. Ancaq söz vermişdin, elə deyilmi? Qəzəbli vaxtımda demişdim. Qətiyyən heç kimi öldürmərəm. Heç evdə toyuq kəsiləndə də baxa bilmirəm. Həm də sonradan gördüm ki, siz elə adam deyilsiniz. Nə kannibalsınız, nə də... Az qala yerindən atıldı. Nə dedin? Kannibal olmadığınızı. Sən nə bilirsən kannibal nə deməkdir? Bilirəm, Edmundo dayı öyrədib. O bilikli adamdır. Bir nəfər ona məsləhət görmüşdü ki, ensiklopediya hazırlasın. Bu günə qədər mənə izah edə bilmədi yeganə ki, karborundur. Araya söz qatma, izah elə görüm Hannibal nə deməkdir? Kanniballar insan əti yeyən hindulardır. Braziliya tarixində bir rəsm əsəri var. O rəsmdə göstərilib ki, kanniballar Portuqaliyanın dərisini soyub yeməyə hazırlaşırlar. Onlar düşmən qəbilənin döyüşçülərini də basıb yeyirmişlər. Kanniballar ancaq Afrikada yaşayırlar. Saqqallı missioner yeməyi də çox sevirlər. Heç bir Braziliyanın edə bilməyəcəyi şəkildə qəhqəhə çəkdi. Kəllə səni, balaca kəllə. Adam laf vahiməyə salırsan. Sonra ciddi-ciddi üzümə baxdı. Cırtdan, de görüm neçə yaşın var? Əsl yaşımı, yoxsa yalandan olanı? Əlbəttə əsl yalanı, yaşını. Yalancı dost nəyimə lazımdır? Elə isə söyləyirəm. Əslində 5 yaşım var, yalanla 6. Çünki 6 yaşında olduğumu deməsəydim, məktəbə gedə bilməzdim. Bəs niyə səni məktəbə belə tez göndəriblər? Səbəb çox sadədir. Hamı bir neçə saatlıq da olsa məndən canını qurtarmaq istəyirdi. Siz karborundun nə olduğunu bilirsinizmi? Bu haradan çıxdı? Əlimi cibimə saldım. Sapandımla atmaq üçün tapladığım daşları, şəkillərə, fırfıra ipini və kürələri qarışdırdım. Əlimdə üzərində hindu başı olan bir medalyon tutmuşdum. Bax buradan.
Şimali Amerikada olan hindunun baş lələkləri haşiyələnmişdi. Üzündə də həmin söz yazılmışdı. Medalyonu o üz bu üzə çevirdi. Təsəvvür eləyirsən, mən də bunu nə olduğunu bilmirəm. Haradan tapmısan? Atamın saatına bağlı idi. Dəri qayışla, şalvarın cibindən asılmışdı. Atam demişdi ki, öləndə saatı mənə miras qalacaq. Amma pula ehtiyacı oldu, saatı satdı. Elə gözəl saat idi, mirasın yerdə qalan hissəsi kimi bu medalyonu mənə verdi. Çip iyi verdiyi üçün qayışını kəsib atmışam. Yenidən saçlarımı oxşadı. Çox qəribə uşaqsan. Etiraf edim ki, sən bir Portuqaliyanın yaşlı ürəyini sevindirmisən. Neysə, mövzunu dəyişək, gedəkmi? Gör buralar nə gözəldir. Biraz da gözləyək, həm də sizə çox vacib bir məsələdən danışmalıyam. Buyur, dinləyirəm. Biz dostuq, çox dostuq, elə deyilmi? Əlbəttə. Hətta maşının yarısı da mənimdir, eləmi? Bir gün hamısı sənin olacaq. Bilirsinizmi, bu barədə danışmaq çətindir. Yaxşı görək, dilin topuq çalır, adətən heç... Bax, söz verirsiniz ki, hirslənməyəcəksiniz, söz verirəm. Dostluğumuzda sevmədiyim iki şey var. Danışmaq düşündüyüm qədər asan deyildi. Nədir, deyə tez soruşdu. Birincisi, biz iki böyük dostduqsa, hər dəfə siz deməyim doğru olmur. Güldü. Elə isə mənə istədiyin şəkildə müraciət elə. Səndir. Yəqin sən demək elə də çətin olmaz. Səninlə söhbətlərimizi Mingunyoya danışanda çalışacağam sən deyim. Hirslənmədiniz. Niyə hirslənim? Haqlı istəkdir. Ancaq bundan qabaq de görüm, adını heç eşitmədiyim bu Mingunyo kimdir? Mingunyo Kusururukadır. Demək Kusururuka Mingunyodur. Mingunyo da Kusururukadır. Bir şey başa düşmədim. Mingunyo mənim şirin portağal fidanımdır. Onu lap çox istəyəndə Kusururuka deyirəm. Demək sənin Mingunyo adlı şirin bir portağal fidanın var. Bəli, özü də çox gözəldir. Mənimlə söhbət eləyir, mənim atım olur. Bilirişdə Buck Jones, Tom Mix, Fred Thompsonla gəzirik. Sən Ken Major'ı sevirsənmi? Kovboy filmləri mövzusunda heç nə bilmədiyini göstərən bir hərəkət etdi. Bir gün Fred Thompson onu mənə göstərdi. Başındakı dəri papağı çox xoşuma gəldi. Ancaq mənə elə gəlir o gülməyi bacarmır. Gedək, o balaca beynində oyun çıxardan bu insanlar məni dəli eləyəcək. O biri nə idi? O biri lap çətin məsələdir. Ancaq sən məsələsini açdığıma görə, sən də buna hirslənmədiyinə görə onu da söyləyə bilərəm. Adın elə də xoşuma gəlmir. Əslində xoşa gəlmək məsələsi deyil. Dostların arasında elə de. Müqəddəs Məryəm, nələr eşidirəm. Sənə Valadares deməkdən xoşum gəlmir. Bir an fikrə gedib gülümsədi. Həqiqətən də qulağa xoş gəlmir. İlk adam Manueli də sevmirəm. Təsəvvür belə etməzsən, atam Portuqaliyalılar barədə hekayə danışanda Manuel dediyi zaman necə hirslənirəm. Buradan məlum olur ki, atasından bir xəbər bu adamın heç bir Portuqaliyalı dostu olmayıb. Nə dedin? Atamın Portuqaliyalıları təqlid etməsini. Xeyr, daha əvvəl bir şey dedin. Pis bir söz, atasından bir xəbər. Bəli, təxminən bu. Yaxşı, bir də demərəm, nəyə dəyindi? Əslində bunu sən deməlisən. Hansı nəticəyə gəldin? Mənə Valadares demək istəmirsən. Belə başa düşdüm, Manuel də xoşuna gəlmir. Bir ad var əslində. Məncə çox gözəl addır. Hansı? Üzüm ən məsum şəkil aldı. Don Ladislau'nun və başqa adamların şirniyyat mağazasında sizə müraciət etdikləri kimi, özünü hirslənmiş kimi göstərib yumruqlarını sıxdı. Bilirsən, sən məni dünyada gördüyüm ən cəsarətli insansın. Mənə Portuqa demək istəyirsən, eləmi? Bu daha səmimi çıxır. İstədiyin elə budur. İcazə verirəm. İndi isə gedirik, oldu mu? Mühərrişi işə saldı. Bir müddət fikirli sürdü. Şüşədən başını çıxardıb baxdı. Heç kim gəlmirdi. Maşının qapısını açıb, düş deyə əmr etdi. Dediyini elədim. Sonra onun dalıyca maşının arxasına doğru getdim. Mənə arxadakı ehtiyat təkəri göstərdi. İndi bərk tut, amma çox diqqətli ol. Tez yarası olub təkərdən yapışdım. Çox xoşbəxt idim. Maşına minib yavaş-yavaş sürməyə başladı. 5 dəqiqə sonra dayanıb mənə yaxınlaşdı. Xoşuna gəldimi? Sanki yuxudur. Bu kifayətdir. Qaydaq. Hava qaralmağa başlayır. Böyük bir durğunluq içində qaranlıq çökürdü. Uzaqda cırcıramalar yayın davam etdiyini bildirmək istəyirmiş kimi ötürdü. Maşın yavaş-yavaş irəliləyirdi. Yaxşı, bu gündən etibarən o hekayə barədə bir daha danışmayacağıq, oldu mu? Bir də heç vaxt. Bir şey bilmək istərdim.
Evə qayıdanda bu müddətdə harada olduğunu necə izah edəcəksən? Bu barədə fikirləşmişəm. Deyəcəm ilahiyyat dərsinə getmişdim. Bu gün cümə axşamı elə deyilmi? Səninlə bacarmaq olmaz. Hər şeydən bir çıxış yolu tapırsan. Bunu deyəndə ona daha da yaxınlaşıb başımı qoluna söykədim. Partoqa, bilirsən, həmişə sənin yanında olmaq istəyərdim. Niyə? Çünki sən dünyanın ən yaxşı insanısan. Sənin yanındaykən heç kim məni danlamır. Hiss edirəm ki, günəş ürəyimə xoşbəxtlik gətirir.